Paytaxtın Yasamal rayonunda təzə bir məscid ətrafında aparılan geniş miqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə söküntü işləri aparılacaq. Bölgə TV xəbər verir ki, Bakoyesin əldə etdiyi məlumata görə layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Supiyev və Zərçərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək. Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb. Məlumata görə söküntü planı Nizami metrosu istiqamətində olan tikililəri əhatə edəcək. Bu bölgələrdə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemləri aradan qaldırmaq məqsədi daşıyır. Evləri söküləcək sakinlərə kvadrat metr üçün 2700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb. Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb. Dilbər Vüqar qızı, Bölgə TV.